Salam millət, bugün sizə bir məlumat vermək istəyirəm ki, təxminən bu həftə olmazsa gələn həftə inşallah bizim dərslərimiz başlayacaq. Hansı dərslər dedikdə millət? Baxın sizə bundan öncə bir məlumatlandırma vermişdim ki, bu əməliyyatları hər zaman 9, yəni saata bağlı 9 saatında New York saatı ilə hər birinizin rahatlıqla ala biləcəyi şəkildə bir əməliyyat modeli öyrədəcəm. Və bu model saata bağlı olacaq. Gün ərzində sizə stabil əməliyyat verəcək və bu əməliyyatı alması da çox-çox rahatdır. Bu şəkildə izah olunacaq. Yəni bu ə, əməliyyat da hal-hazırki gördüyünüz kimi, yəni çox rahat şəkildə düşür və bu hədəf olaraq təyin etdiyim bölgə buradır. İki hədəf var əslində burada. Bir olaraq tam olaraq bura. Tam olaraq bura. Bura bizim target birimizdir əslində. Error olaraq bizi qane edirsə, çox zaman burada çıxacağıq. 3 ar. Mən minimum 3 ar almağa tövsiyə edirəm. Bu şəkildə 3 arınızı buradan rahatlıqla ala bilərsiniz ki, əməliyyata giriş yerimiz əslində buradır. Sadəcə burada almadı deyə buradan, buralardan daxil oluruq və yaxud da buranın fitilindən də daxil ola bilərsiniz bu şəkildə. Ona görə bu şəkildə nizamlayırıq və bu əməliyyat bura qədər saxlayacağıq. Yüksək ehtimalla bu əməliyyat buranda alacaq. Amma dediyim kimi take point bir nöqtəsi buradır. Bu əməliyyatda təxminən dediyim kimi ya bu həftə olmazsa gələn həftə dərslərimiz başlayacaq. İndi əməliyyatın gedişatını izləyək, görək ümumi nəticə necə olacaq. Hər gün stabil şəkildə sizə bir əməliyyat vermə fürsəti verəcək. Yəni bir əməliyyat sizə verəcək və bu əməliyyatı düzgün şəkildə dəyərləndirmək lazımdır. Başqa bir şey deyil. Nasdaq olacaq və saata bağlı. 2 take profit bir nöqtəsinə verir. Dünən də bu əməliyyat verdi, onu da göstərdim, baxın. Dünən də take profit çox gözəl verdi hətta dünən. Həmin əməliyyatı mən almışam, onsuz da paylaşmışdım. Hara getdi bu? Bir dəqiqə. Dünən saat 9 saatına baxaq. Bir dəqiqə. Saat 9. Aha. Bax görürsünüzmü? 9 saatı. Biz burada shortlamışdıq və burada da take profit oldu. Onu da göstərdim. Bunu mən videoda əslində paylaşmışam. YouTube-da da paylaşmışam bununla bağlı. Trade jurnalında izah etmişəm. Yəni belə bir əməliyyat idi və o da take profitlə nəticələndi. Keçən həftə də çox gözəl həftəni bağladı. Burada millət stop olduğu hallar olurmu? Olur. Amma verdiyi arar sistemi həqiqətən çox böyük olduğu üçün problem yaranmır əsasən. Bu niyə belə oldu? Bir dəqiqə bilmədim. Bir dəqiqə. Qayda burada qalsın bu. Bir də take profit bir alındı və take profit bir alındığı üçün bir növ rahatıq. Yəni 3 arımızı bizim rahat verib, giriş əslində dediyim kimi buralardandır. 3 arı çox rahat verib, çox-çox rahat şəkildə verib. İndi hədəfimiz yenə dediyim kimi buradır. Bura qədər saxlayacağıq. Gəlin indi burada baxaq. Həmin əməliyyatın alınmasına. Kəsin buranı. Hı -hı. Dünən bu əməliyyat bu şəkildə take profit verdi. Yəni dediyim kimi tam olaraq, bax tam olaraq buradan əməliyyata daxil olduq. Bax bu əməliyyatın take profit bölgəsindən baxım deyəcəm. Baxın bura. Yəni bunun biasınız istiqamətinə getdisə, take profit vermə olasılığı hədsiz yüksəkdir. Baxın necə yəni rahat şəkildə bilirsən ki, aha, vəsə, artıq take profit aldım. Və bu şəkildə arardan bir dənə baxsaz özünüz, yəni sizi bir növ qane etmiş olacaq. Bax arar sistemində bu şəkildə tam olaraq bura qədər 7 arı yəni çox rahat şəkildə take profitə verdi. Bu şəkildə. Bu əməliyyatın avantajları dediyim kimi birinci olaraq saata bağlı olması, yeri görürsünüz 9 saatında. Saata bağlı olması ən birinci avantajı budur. İkinci avantajı nədir? Bunun əvvəlki həftəyə də baxaq. İndi bu əməliyyatları siz millət. Bunu paylaşmışam, digərlərini paylaşmamışam. Necə almışıq? Təbii ki, indi bilmirəm, bilirsiniz yoxsa hal-hazırda bilmirsiniz. Bilməsəniz də mən sizə yəni, öyrədəcəm. Çətin bir şey burada yoxdur. 5-ci gün əməliyyat verməmişdi.
Çünki market orada dümdüz düşmüşdü. Amma ondan əvvəlki gün take profit vermişdi. Onda baxaq. Buranı kəsin. Amma ondan əvvəlki gün daha qəşəng vermişdi. Onu da deyim. Tamam. Bu əməliyyat bu şəkildə idi. Buradan short pozisiyasını dəyərləndirmişdik. Bu şəkildə tam olaraq bura qədər. Yəni belə bir arar sistemi ilə take profit vermişdi bu şəkildə. İki əməliyyat dediyim nədir? Baxın burada 0.5-dən reaksiya aldı, düzdürmü? Tam 0.5-dən take profit. İndi bu nə edəcək? Gəlin bunu çəkim. Çəkəndən sonra danışaq. Baxı düşdü, düzdürmü bu? İndi bunun yüksələcəyi yerə də çəkirəm. Bax, bura qədər yüksələcək və buradan bu. Marketin edə biləcəyi şey budur. Amma dediyim kimi, bəs burada niyə bu şəkildə düzdür? Çox böyük bir FVC-miz var. Yəni boşluğumuz var. Bu FVC, boşluğa bütün FVC kimi baxıram. Bura biraz risklidir açığı. Yəni necə risklidir? Buradan yüksələ bilər. Yüksəlmə potensialı var buradan marketin. Amma yüksələcəkmi? Bir dəqiqə. Yüksələcəkmi? Yox. Yəni buradan reaksiya verəcək və bunu atacaq aşağı. Çünki hədəf buradır. Hədəf bura alınmalıdır. Yəni bir də belə düşün millət. Alınmağa məhkumdur. Yəni biraz sərt çıxır cümlə əslində, amma alınmağa məhkumdur. Özünüzdə indi qrafikdə onu görmüş olacaqsınız. Bu modeli öyrəndikdən sonra bir növ sizin işiniz çox-çox rahatlaşmış olacaq. Neysə millət, video uzun çəkir deyə çox danışıram, çünki editləmək istəmirəm. Editləməyəndə də adam sıxılır. Niyə editləmək istəmirəm? Çünki əməliyyat gözləyirəm, yəni ona vaxt ayırım. Bax, görürsünüz necə atır aşağı. Amma bu atmaqda manipulyasiya ola bilər. İndi hal-hazırda gözləyək. Gəlin bu əməliyyat üzərində danışaq. Neçə ardı? 6 ar. 6 ardan da daha çox ola bilərdi, onu təkrar deyim. Bu market əslində çox qəşəng yüksəlib. Yəni buradan long alanlar var idisə, misal üçün burada bizim, burada yox, 18.00-da. Bir dəqiqə. Bax, 18.00 bir dənə qeyd edim. Orada çox qəşəng long var idi, amma təbii ki, o vaxt aktiv olmadığımız üçün. Bu FVC-yə sadəcə FVC-yə təmas eləmişdi deyə yox, təbii ki, amma FVC də orada böyük bizim üçün bir avantaj yaratmışdı. Bax, buradan. Bunun gedə biləcəyi nöqtə buraydı. Yəni, bunu hədəf olaraq bunu da izah edəcəm gələcəkdə. Bu sizin üçün çox böyük diapazonlar üçündür, yəni ümumi biasınız üçündür ki, orada nöqtə atışı aldı. Bunun avantajı nədir? Bəs bu böyük əməliyyatların point. Yəni buradakı əməliyyatla təbii ki, buradakı əməliyyat arasında yerlə göy qədər fərq var. Və burada misal üçün siz biası təyin etdikdən sonra deyərəm ki, istiqamət təyin etdikdən sonra rahatlıqla artıq gün ərzində sizin biasınız məlum olacaq ki, hansı istiqamətdədir. Yəni bunun yüksəlməyinə baxmayın bu şəkildə. İndi baxın, burada necə atacaq özünü aşağı. Yəni bu yüksəliş bir məqsəd daşıyır. Okey. Ekstra burada kontrakt əlavə eləyirəm. Bir dəqiqə. Kontrakt edildi millət. Bu real accountda açıldısın. Position size-a daxil oluram. Yəni fonda açılmayıb. Niyə fonda açılmayıb desəm, bu əməliyyatları mən fonda almıram. Əsasən real accountda almağı sevirəm. Bu tip əməliyyatları. Deyəsən əlavə edə bilməyəcəm. Sürəti düşür. Sırf 9 ayımdan danışıram. Çünki fon hesabları bir dənə fon deyil deyə e, ora çox biraz ehtiyatla yanaşıram. Çox ehtiyatlı, yəni A plus əməliyyatları çalışıram alıb orada. Bir tek limiti qoya bilmirəm. Take profit də qoyum. Tamam, take profit sonra qoyaram. Ya da qoyaram. Okay. Almayacaq deyəsən limiti. Nə qədər daxil oluram deməli. Okay. Tamam, bu şəkildə okay, ekstra bir point əlavə etdim. İndi görək necə dəyərlənir. Point dedikdə yəni əlavə etdim. Stopumuz bəs. Tamam, stop da normalda. Okay. Sərt atsa aşağı alacağını düşünmürəm. İndi buradan düşəcəyini bilirəm ki, yəni sərt düşəcək aşağı. Tamam, buradan market birinci videoda kimi yormasa, yadınızda da bunu paylaşmışdım mən, atmalı aşağı özünü. İndi baxın, təxminən 4 dəqiqədən sonra bura uçacaq market. Eee, Bunları hardan bilirsiniz desəz, millət. Yəni hər gün aldığım əməliyyatdır. Yəni hər gün stabil olaraq
Aldığım əməliyyatlar bunlardır. Okey, indi bax, 3 dəqiqə sonra 9:30 açılışını gözləyirəm. 9:30 açılışda biraz manipulyasiya edə bilər ki, etməsini istəyirəm. Təzədən buralara gəlsin, çünki burada təzədən limitim var. Sonra atsın aşağı. Atması da əlavə take profit olacaq, amma gəlməsini çox istəyirəm. Çünki əlavə, yəni əlavələrim də var. O əlavələrin verməsini istəyirəm. Amma dediyim kimi millət, lap stop olsa belə bu əməliyyat, düz mən kar almamışam, açıq buradan heç bir kar almamışam. Normalda burada kar almaq lazımdır. %100 kar almaq lazımdır, belə deyim hətta. Misal üçün sən 100 dollar risk eləmisənsə, bundan narahat olmayın, bu əladır. Yəni bu 100 dollar, ən azı burada 50 dollar, 50 dolların karını almalısan. Aydın o. Okey. Yaxud da 70 dolların yəni. Tamam, qalxsa əladır, biraz da qalxmasını istəyirəm. Çünki limitim buradadır millət, onu təkrar deyim ki, bu tam burada deyil. Bax, tam burada deyil, buradadır. İkinci limitim bir dəqiqə. Bir emdən baxmıram. Bir dəqiqə deyəcəm indi. Aldı limitimi. Onu da əsas alım. İkinci limiti almağı da əsas atım bura. Əsas atmayanda bəzən inanmamaq kimi bir şey olur. Okay. Düşün bura bir inanmırsınız. Çünki daha hər günümü paylaşıram deyə, hər gün tradelərimi. Bu ikinci limitdir millət. Bu açığı mənim ə, əlavəsində, nəysə bunu da izah eləməyim. Take profitə baxaq. Aha, görə necə take profit olmuş olacaq. Tamam, bir dəqiqəmiz qalıb. Bir dəqiqə ərzində nə oldu oldu. Yəni nə oldu dedikdə də stop da ola bilərik ki, inanmıram. Yəni buradan atacağını bilirəm ki, aşağı atacaq. Amma dediyim kimi burada kar almalıydıq. Onu da unutmayaq. Bax buradan necə atacaq aşağı, bu şəkildə. Yəni sərt. Düzdür, bu yüksəliş Dow Jones'da heç sevdiyim bir şey deyil. Amma bu iş bizim işimizdir. Bilirik ki, nə edəcək. İzləmədə qalaq. Aha, 20 saniyə. Son 20 saniyə. Belə də elədikdə maraq. Yəni sıxılıram deyə belə danışıram millət. Çünki normalda bu gün çox tez oturmuşam qrafikin qarşısına. Aha. Bax, manipulyasiyaya bax, manipulyasiyaya bax. Aha. Manipulyasiyaya bax. Qrafiki dəli eləyir. Qrafiki dəli eləyir, amma indi bunu edəcəyinə bax. Qələm kimi belə bir çəkdi bunu dediyini. Bax, bax. Tamam, əlasan, əlasan. Davam, davam. Davam, davam. Uzatma. Sən take profit verməyə məhkumsan. Elə danışmışıq. Əməliyyat alanda millət özgüvəniniz olmalıdır. Yəni, rahat, yəni psixoloji tərəfdən. Çünki yəni sənin datan var əlində. Yəni bütün mövzu bitdi. Əlində o boyda data var. Psixoloji tərəfdən əziyyət çəkmə, relaks ol. Aydınmı? Take profit olacaq. Düzdür, burada dediyim kimi yenə burada olmalıydı, amma yəni burada kar almalıydım. Datama əsasən yenə təkrar edeyim, amma e, bu da take profit olacaq. Biraz yordu yəsdə. Bu daha çox take profit, daha tez verəcəyini düşünürdüm. Onun da yorma səbəbi nədir? Bax, çox qəşəng yerdən reaksiya aldı. İndi çırpacaq özünü aşağı. Amma yəni çox yordu da. Çox yordu. Bir də onu deyim millət. Qoy onu da deyim siz sonra şey olmasın. Bax, bax, bax. Bu bizim əsl giriş yerimizdir ha. Yəni misal üçün. Əsl giriş yerimiz burada ha. Onu da təkrar deyim. Əsl giriş yerimiz burada. Bax, tam bu şəkildə. İnşallah izah edəndə görəcəksiniz. 16 ar bax bu dəqiqə 16 ara gedir. Yəni normalda. İnşallah hər biriniz belə alacaqsınız. Break-in eləyirəm millət. Bundan sonrasında istəmirəm dünyanı dağıtsın. Eləyimmi break-in? Eləyimmi? Elədim. Bu şəkildə millət. Trade belə olur.
Day bundan sonra qalxsın, stop eləsin, nə eləsin özü bilər. Bax bu şəkildə yenə təkrar edirəm millət. 16 hardı ha. 16 hardı yəni. Çünki əsl giriş yerimiz buradır. Bəs deyərsən niyə burada girdin? Yəni mən tələsdim. Çünki biri buradan girmişəm, biri buradan girmişəm. Amma əsl girişimiz buraydı. Ora gələcəyini gözləmirdim açıq ona görə. Da все millət take profit da neçə al verib? Baxaq dəqiqə yəni. Dayı verdiyim verib 5 ar verib. Bundan sonra canı sağ olsun. Bir dəqiqə hədəfi də düz qoymuşam. Ona baxaq. Yox, hədəf tam düz deyil əslində. Biraz pis oldu. Hədəfimiz tam düz deyil. Hədəfimiz buraydı əslində. Nəysə. Olsun, tərpətməyəcəm. Bilirəm ki, verəcək take profit. İşin adı odur. Market coşlayıb. Bu nədir belə? Biraz irəli çəkin break fondan. Ki, heç olmasa karı biraz götürə bilək. Aha. At aşağı, at aşağı. Atsa aşağı biraz. Çünki hədəfini keçib. Tamam millət. Take profit'in birini bağladım. Biri qaldı sərbəst. Tamam. Psixoloji tərəfdən hazır olmaq lazımdır. Yəni sən tradersənsə, işin adı budursa, başqa bir işin yoxdursa, yəni əməliyyatlara güvənməlisən. Niyə güvənməlisən? Çünki əlində data var. Millət, əlinizdə data var. Bax, data hər şey dəyişir. Trade jurnalı hər şey dəyişir. Sən güvənli olursan, eqon belə şey eləmir ki, buradan da mən 16 ar misal sana ala bilərdim də. Amma dedim əməliyyatı qaçırmamaq. Əsas məqsəd odur. Çünki neçə dəfə qaçırmışam. Neçə dəfə keçmiş videolara baxsaz, neçə. Всё. Mövzu bitdi. Bu millət. Baxın, sizdən gözlədiyim, belə deyim, əməliyyat alma sistemimiz bu şəkildə. Take profitimizi də aldıq. Bir dəqiqə. Okay, başqa nə düşünürsünüz? Yəni bu model sizdə olsa fikirlərinizi yazın zəhmət olmasa. Necə effektiv mi olar? Bu modeli pulsuz ümumiyyətlə paylaşmaqmı olarmı və sair bunları deyin. Bundan sonra artıq bilmirəm. Market nə edir? Yəni bu mənim artıq bildiyim mövzu deyil. Bundan sonra yüksələr. Bildiyim mövzu deyil deyəndə ki, niyə bilmirəm? Bilirəm. Biasım onsuz da shortdur bir dəqiqə. Amma bax görürsünüzmü? Dow Jones özünü öldürürdü burada. Aydınmı? Dünyanı dağıdırdı ki, burada belə olacaq. Neyse. Sağ olun millət hər biriniz. Allah amanında.